Videomu izleyen herkesi salamlayıram. Videoma hoş gəlmisiniz. Bugün sizlərlə mükəmməl bir resept paylaşacağım. Hazırlaması çox rahat və tez başa gələn, dadı da mükəmməl olan, görünüşü də görürsünüz də necə gözəl görsənir. Həm də çox bərəkətli, iri bir tort alınır. Mürəbbəli tort bişirəcəyik. İnanın ki, ballı tortdan heç də seçilmir. Keçid alırıq kremimizin hazırlanmasına. Əvvəlcə kremimizi hazırlayırıq, qoyuruq soyumağa. Krem üçün bizə lazımdır bir qaba 1 stəkan şəkər tozu tökürük. Daha sonra 2 xörək qaşığı kraxmal və 1 xörək qaşığı un əlavə edirik. 1 çay qaşığı vanil, 2 ədəd yumurta və 1 stəkan südü əvvəlcə bura əlavə edib yaxşı qarışdırırıq. Tamam həll edirik bu qarışımı bir-birinə. Daha sonra qalan stəkan yarım südü də əlavə edirik. Ümumilikdə 2 stəkan yarım bura süd əlavə etmişik. Bunları yenə də yaxşıca qarışdırıb daha sonra qoyuruq qazın üzərində bişməyə. Qazın üzərində də bişərkən diqqət edin ki, qarışdırın hər dəfəsində. Süd isindikcə, bu qarışım isindikcə topaqlana bilər. Ona görə qarışdırın ki, daha qəşəng həll olunsun. Qaynara düşəndən sonra bir qədər yenə də qarışdırın, qaynasın. Daha sonra qazın altını söndürün və buraxın soymağa. Soymağa buraxarkən də üzərinə sarafan örtün. Mənim örtdüyüm kimi üzəri qabıqlanmasın, kremimiz yaxşı olsun. Daha sonra buraxın soymağa. Burada otaq temperaturunda 150 qram yağ var. Mikserlə qarışdırıb, daha sonra videoda gördüyünüz kimi biraz zavarnoydan qaşıq-qaşıq əlavə edə kremimizi qarışdırırıq, krem halına gətiririk. Çox da gördüyünüz kimi gözəl krem alındı. Bunu bir kənara qoyuruq. Daha sonra keçirik biskvitimizin hazırlanmasına. Biskvit üçün bizə nə lazımdır? Məndə belə bir keçən ildən qalmış mürəbbəm var idi. Şaftalı mürəbbəsidir bu, onu da qeyd edim ki. Mürəbbədən hazırladım. Sizdə də istifadə etmədiyiniz mürəbbələr varsa, keçən ildən qalanlar istifadə edə bilərsiniz. Çox yaxşı reseptdir. Bu gördüyünüz bankanın hamısını blendera əlavə etdim və bunu çəkib cem halına gətirməyə çalışacağam. Burada gördüyünüz kimi çəkdim və bu cürünə alındı. Düzdür, tam həll olmasa da içərisində lap xırda balaca şaftalılar qaldı. O da bir ayrı gözəllik verir torta. Yəni qalmağının heç bir ziyanı, zərəri yoxdur. Əksinə çox gözəl ağızda qalan xırda meyvələr daha da dadlandırır tortumuzu. Və bu qarışımı əlavə edirik bir rahat yekə qaba. Çünki bu qabda hazırlayacağıq. Təxmini burada 2 stəkandan biraz çox olar ya da 2 stəkan olar. Gördüyünüz bankadan biraz başı yarım idi çünki mürəbbəm. Bura 1 çay qaşığı soda əlavə etdim. Soda ilə yaxşı qarışdırıram bunu. Gördüyünüz kimi qarışdırdıqca köpüşkələnir, peyna olur. Yaxşı köpürəndən sonra mən bura yumurta əlavə edəcəm. Bura pesok əlavə etmədim çünki mürəbbə onsuz da pesokludur, şirindir. Bura 3 yumurta əlavə etdim. Daha sonra yenə də qarışdırdım. Həll olana qədər bunu qarışdırırıq. Çox da qab batmadan əziyyətsiz bir tortdur. Hazırlamağınızı məsləhət görürəm. Çox da ləzzətlidir. Və bura yarım armud stəkan duru yağ da əlavə edirəm. Və hər dəfə əlavə etdikcə qarışdırıram. Artıq qalan mürəbbələrinizi belə dəyərləndirsəniz, inanın ki, bu tort üçün mürəbbə bişirəcəksiniz. Çünki çox dadlı alınır. Mürəbbələrinizin hamısını qutaracaqsınız bu tortu bişirə-bişirə.
Bunun sadə keksi də çox gözəl olur. Sadəcə bunu bişirib tort kimi də istifadə etməyə bilərsiniz. Kremsiz adi sadə biskviti də çox ləzzətli olur, inanın ki. Və bu qarışıma 3 qaşıq da xörək qaşığı qatıq əlavə edirik. Daha sonra yenə də qarışdırırıq və burada vanil yadımdan çıxmışdı, vanil əlavə etdim. Daha sonra unu yavaş-yavaş əlavə etməyə başlayırıq. Mən burada gözə yarı həmişə unu əlavə etmişəm. Amma sizə görə burada stakana tökürəm ki, stakanla tam qədərini biləsiniz. Buna 1 stakan əlavə etdim və qarışdırıram ki, kıvamına baxın. Burada 1 stakan əlavə etdim. Daha sonra stakan yarım da yenə əlavə edəcəm bura. Bura stakanı tökürəm ki, siz görəsiniz. Bu 2-ci stakan və yenə də qarışdırıram. Və yenə də yarım stakan bura un əlavə edəcəm. Daha sonra xəmirin özündə biskvitin qatılığın, duruluğunu sizə göstərəcəm burada. Sizdə daha aydın olsun. Və sonuncu yarım stakan da tökəndən sonra baxın, bu qatılıqda olur bizim biskvitimizin xəmiri. Çox duru eləmək lazım deyil. Çünki bişəndən sonra yatır. Bu qatılıq bəsdir. Daha sonra bişirəcəyimiz tavanı götürürəm. Boş yerinə yağlı kağız sərirəm ki, bişən zaman rahat qopsun. Bişəndən sonra və sobaya bişməyə göndərirəm. Alt-üst rejimdə bişirirəm. Çox iti xodda bişirmək lazım deyil ki, xəmir ağır xəmirdir. İçi çiğ qalıb altı-üstü yanmasın. Ortadan biraz az zəif xodda bişiririk. Siz diqqətlə fikir verin. Tavaya tökəndə nə qədər idi, amma bişəndən sonra 3 qatına çıxdı biskvit. Çox yaxşı qabardı, çox qəşəng qabardı. Daha sonra bir süfrəyə bunu boşaldırıq, çeviririk və soymağa buraxırıq. Altına sərdiyimiz yağlı kağızı qopardırıq. Daha sonra üzərini örtürüb soyduruq. Soyuyandan sonra mən bunu 3 bərabər hissəyə böldüm. Siz 2 bərabər hissəyə də bölə bilərsiniz. Mən kremli sevdiyim üçün 3 bərabər hissəyə böldüm ki, kremi artıq olsun. Mürəbbəni blenderdən keçirən zaman içərisində qalan meyvə qırıntıları da bir gözəllik verib biskvitimizə. Görürsünüz də içi necə qabarıb gözəl görünür. Sanki pətək tortuna bənzəyir. Daha sonra başlayırıq tortumuzu yığmağa. Biskvitin bir layını qoyuruq yekə bir qaba. Daha sonra kremləyirik. Bütün hər tərəfini kremlədikdən sonra mən damla şokoladı var idi, ondan əlavə etdim. Siz istəsəz buna çox gözəl yaraşır. Qara, quru, gavalı da çox gözəl yaraşır. Xırda-xırda doğrayıb aralarına tökə bilərsiniz. Daha sonra banan. Qalıb sizin ideyanıza. Arasına qoz, nə istəsiniz tökə bilərsiniz. Çox gözəl yaraşır bu torta. Daha sonra yenə də biskvit, yenə də krem edib tortumuzu yığmağa davam edirik. Bu verdiyim reseptlə çox bərəkətli, böyük bir tort alınır. Baxmayın mənim tortumun videoda balaca göründüyünə. Çox iri panusdan istifadə etmişəm. Onun üçün balaca görsənir. Orta boy panuslarıma yerləşmədi. Və davam edirik yığmağa. Kremim də o qədər gözəl alınmışdı ki, qızımın ürəyi getdi kremdən ötürü. Artıq qalan kremi verdim, qızıma nuş etdi. Və daha sonra başlayırıq tortu yığmağa. İstədiyiniz kimi bəzək vura bilərsiniz. Məndə yenə də deyirəm, damla şokoladları var idi. Üzərini ondan bəzəməyə çalışdım. Bunun üzərinə çox gözəl yaraşar şokoladı glazur eləyib töksəniz, elə də çox qəşəng olar. Mənim kremim artıq idi deyə, ona görə krem heyf olmasın deyə onunla bəzəməyə davam etdim. Daha sonra bəzəyini də bu cür etdim. Sizlərin sayəsində 2000 abunəni keçmişəm artıq. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Ona görə qərar aldım ki, bəzəyini də bu cür vurum. Necə 2000-lərə inşallah o gün olsun 10.000 abunənin tortunu bişirim. Hamınıza təşəkkür edirəm.
Tortumuzu da kəsirəm. Gördüyünüz kimi çox gözəl, yumuşaq, dadlı, ləzzətli bir tort alınıb. Ballı, sanki ballı tortun dadını verir. Elə bir daddadır. Çox gözəl alındı. Hazırlayan heç kim peşman olmaz. Hamınıza hazırlamağı məsləhət görürəm. Çox gözəl alınır çünki. İzlədiyiniz üçün videoma təşəkkür edirəm. Videolarımı bəyənsəniz, abunə deyilsinizsə, abunə olmağı, videoma bəyən düyməsini basıb şərh yazmağı unutmayın. Sağ olun. Gələn videolarda görüşənədək.